yaxından görmək mütləqdir. Hər zaman internetdən əlbəttə ki, orada, burada olan o cəsarətinizdən, o necə deyərlər, öz işinizin başındakı o qüdrətliyinizdən həmişə agah olmuşam. Amma bu yaxında sizlə bağlı o zaman deyir ki, nə arzularsan bizim psixologiyada var. Bunu Mənsura xanım da deyir, nə arzularsan onu görərsən. Sizin hakkınızda bir Türkmen anlatır ki bak senin vatanın böyle oldu falan filan. Mesela gece gündüz Azerbaycan'da biraz sade danışmak sevirəm, böyle cümleleri sevmirəm də, böyle böyükdən konuşan cümleler. Deyirəm ki, kimlik gösterecek inşallah tanıdırmadım. Sen bunu tanıyorsan, sen gece gündüz efirlerdesin, bu oğlan bilirsen de oğlan, böyle oğlan, şöyle oğlan. Deyirəm, hə, tanıyorum, tabii öz özümə mən Azərbaycana gedən kimi yaxınlarıma deyim, bu adamı yaxından tanıyıyorum. Mən görəcəm, tanıdım, sizi yaxından tanıyamıyorum. Çünkü mən orada da efirlərdə dəvət edir, yəni mənim psixologiyada yeni gətirdiyim inşallah yəni çıxacaq kitabım. Yeni gətirdiyim bir psixologiya yanaşma qolum var və özümə də psixologiyada kafadan doktora da öyrənmişəm. Deyir ki, mən inanıram Azərbaycanda bunu tanıyasınız. Problem hər tanıyasınız, özümdə tanımıyorum ki, mən bu adamı tanımıram dedim. Mən bunu yalnız internetlərdə görürüm. Sizi de bugün yüz yüze tanımama çok memnun oldum. Həqiqətən. Yasemin xanım dedi ki, siz onun mənəvi oğlusunuz, mən də onun mənəvi qızıyam.